Xan kəndinə gəlmişik. Xan kəndinə gəlməyimizə məqsədimiz odur ki, bugün Saptravel turizm şirkəti öz turistləri ilə bir yerdə Xan kəndində fevral ayın 14-də Sevgililər Günü münasibəti ilə çox gözəl bir tədbir təşkil edib. Həm o tədbirdə biz iştirak edəcəyik, həm də turistlərimizlə Xan kəndini gəzəcəyik. Çox gözəl bir torpaqdayıq, əzəli əbədi yurdumuzdayıq. Çox qürur verici hisslərdir. Saptravel'la bərabər biz gözəl bir axşama gəlmişik. İlk dəfədir gəlmişsən Xan kəndinə, mən bilirəm. Çünki Saptravel arzulara bizi qovuşdurur. Məni də ilk dəfə məhz Şuşaya, Xan kəndinə elə Saptravel turizm şirkəti gətirmişdi. Samir xanıma təşəkkürümü bildirirəm. Nə yaxşı ki, sizinlə bugün buradayam. İlk dəfəyəm və çox gözəl hisslər yaşayıram. Biz Saptravel-la əməkdaşlıq eləyirik. Çox gözəl bir əməkdaşlığımız var. Saptravel şirkəti artıq Xan kəndidə fəaliyyətini start veribdi. Zaten işləyirdi, amma belə deyək də fevral ayından sonra daha çox tur təşkil olunur Xan kəndiyə və biz də görmək, onları qarşılamaq bizim üçün çox xoşdur. Ölkə daxili, ölkə xarici turlarımız daima fəaliyyət göstərir. Hər bir qonağı, hər bir turistimizi qarşılamağa, xarici ölkələrə və yaxud da Azərbaycan daxili turlarımıza dəvət eləyirik. Ella Kosmetik şirkətinin təşkilatçılığı ilə fevral ayının 15-də iş xanımları üçün tədbir baş tutdu. Ella Kosmetik şirkəti olaraq biz bu dəfə xanımlarımızla yanaşı ailələrimizlə birgə gəlmişik. Mən buradan bəylərimizə də təşəkkür edirəm xanımlara bu cür dəstək olduqları üçün, hər zaman yanında olduqları üçün. Özünə inanan qadınların biznesə uzanan yolu adlı bir tədbirə yığışmışıq. Ella Kosmetik şirkətinin təsisçi direktoru Elnarə xanıma dərin təşəkkürümüzü bildiririk. Bir də onu qeyd etmək istəyirəm ki, Saptravel'in rəhbərliyi ilə biz bura gəlmişik. Çox böyük təşəkkürümüzü bildiririk Saptravel şirkətinə. Bu biznes görüşü biz qadınlar üçün böyük bir motivasiya dəstəyidir və biz qadınlar artıq böyük bir uğurlara imza atırıq. Təbii ki, başda Elnarə xanım olmaq şərti ilə və bu təşkil etdiyi üçün Saptravel'a öz təşəkkürümü bildirirəm.